Herkese salam. Bizim bugünkü mövzumuz dramatik növ olacaq. Dramatik növdə nələri öyrənməliyik, dramatik növün janrları nələrdir? Bugün onlardan bəhs edəcəyik. Əvvəlcə yazaq. Dramatik növ. Drama sözü Yunan mənşəli bir sözdür və hərəkət deməkdir. Yəni dramatik növdə daha çox hərəkət ön plana çəkilir. Və dramatik əsərlər daha çox səhnə üçün yazılır. Belə əsərlərə də səhnə əsərləri deyilir. Amma bu o demək deyil ki, dramatik növdə olan əsərlərin hamısı səhnəyə qoyulmalıdır. Bəzi əsərlər var ki, onlar səhnə üçün yazılmır. Hansı ki, belə əsərlərə lezidram deyilir. Lezidram. Lezidramlardan məsələn Hüseyn Cavidin Peyğəmbər əsərini nümunə göstərə bilərik. Hansı ki, bu əsər səhnə üçün yazılmamışdır. Yəni, səhnə üçün yazılmayan əsərlərə lezidram deyilir. Dramatik növ iki hissədən, dramatik növdə olan əsərlər iki hissədən ibarət olur. Hansılardır? Remarka və personajların danışığı. Fikir verək, remarka nədir? Bunu əvvəlcə qeyd edim ki, remarka həmişə nəsrlə yazılır. Bunu unutmayın, nəsrlə yazılır. Remarka, yəni əsərdə hər hansısa bir obrazın zahiri görünüşü, yaşı, obraz nə vaxt daxil oldu, nə vaxt gedəcək, bu tipdə bir məlumat daşıyır. Yəni, remarka daha çox bizə məlumat ötürür, məlumat verici bir hissədir. Bəs personajların danışığı da nədir? Personajların danışığı iki hissədən ibarətdir. Dialoq və monoloqdan. Nədir dialoq, nədir monoloq? Bildiyimiz kimi, iki və daha artıq insanın bir-biri ilə danışması ünsiyyətinə dialoq deyilir. Bəs monoloq nədir? Monoloq isə insanın tək başına danışmasıdır. Məsələn, biz Hüseyn Cavidin ana əsərini göstərə bilərik ki, bu əsərdə Səlma ana axırda tək qalır, qatil evdən çıxıb getdikdən sonra tək qalır və başlayır öz-özünə danışmağa. Bu artıq ananın monoloqu hesab olunur. Biz demişdik ki, ədəbiyyat özünü iki formada göstərmişdir, iki formada yaranmışdır. Bir, şifahi formada və yazılı formada. Buna görə də bütün növlərin, istər lirik, epik və dramatik növlərin həm şifahi xalq ədəbiyyatında, həm də yazılı xalq ədəbiyyatında növləri vardır. Baxaq. Şifahi və yazılı. Dramatik növün şifahi xalq ədəbiyyatında olan növlərinə aiddir. Xalq tamaşaları, xalq oyunları və şəbihlər. Amma dramatik növün yazılı ədəbiyyatda olan növlərinə aiddir. Komediya, faciə, dram, tragikomediya. Bunlar dramatik növün şifahi ədəbiyyatda olan növləridir. Bunlar isə yazılı ədəbiyyatda olan növləridir.